Allah'ın adı. Bəh. Bu Məsim kişinin oğlu deyil, mən adına quzu kəsim. Öpürəm sənə, qismət balasan, xoş gəlib sənə. Sağ olun. Sənin qadan oğlu mənə. Bəh, gözəl balamızdır. Ay, Röyal oğlu Eldar bala. Nə deyirsən? Ya, sənin telinə quzu kəsim mənə. Bəh. Totu bala, Namik oğlu. Saç da yerində. Çeçenka, hamısı yerindədir. Ya Allah'ın adı. Hazırıq. Eldar bala, söz səndə.
kəsərəm. Sağ ol, ay qismət ol. Tutu. Oradasa yalan olmasın bir 2 aydan çoxdur, eləmi? Bəli. Qatılsın mamışdan bir həftə qabaq gəldim də. Onda da elə bir girməmişdən qabaq toyun var da. Dedim müəllim o toyu çalayım. Ondan sonra gəldim bura. Onda hava sərin idi, isti deyildi. Bəli. Gəldim, getdim. Mən Nunun neçəsi idi gələndə? Nunun 15 idi mi? Bəli. 16 idi mi? Bax belə gəldik. Ondan da bəri indi avqustun döyüldü. Hardasa 2 ay. 2 ayda indi ev şəraiti ilə bura bir döyüldü. Ondan qabaq həftədə 2 dəfə, 3 dəfə, 4 dəfə gəlirdi. 5 dəfə. Qapıdan yola salırdın, aynadan gəlirdi. İndi mən ona görə deyirəm, metodu, yol məsafəsi. Bax, nətəri Ağdaşın Qaradeyin kəndindən. Buradan öpürəm, gözəl Qaradeyin kəndimizi salamlayıram. Allah canınıza sağlıq versin. Allah hamının qapısında bu gözəl Qaradeyinimizdə həmişə qırmızı asılsın, toy, nişan, şənlik olsun. Bax, belə Məhsin kişinin oğlu. Qismət bala da gəlsin orada, çağır eləsin. Qadanız alaram, sağ olun. Eldəniz müəllimi yaşayış yeri, Gəncə şəhər iş yerimiz, Dəmiryolçular, Mədəniyyət Sarayının qapısı xalqın ballarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək, nəyi biliriksə də. Sizin tələbə qadanız alın. Bir şutma qazağı götür. Kəsərəm, qadanız alaram. Öpürəm sizləri, var olun.